Değerli soydaşlarımız, değerli izleyicilerimiz, bugün aralığın 15'i 4. gün 2022 Bakının Yeni Yasamal bölgesinde Şehit Şahin Rəcəb oğlunun, Əsgərovun anası Rəfiqənin evine geldi. Bugün Şehit Şahin'in doğum günüdür. Şehit Şahin 1971 doğumlu Zəngəzurun Qutqala kəndində yaşama göz açtı. 1992'de Füzuli bölgesinde şehit olmuş ve özellikle kardeşi Feridun o dönemde de savaşçı olmuş. Birazdan sonra şehidimizin doğum gününe denk gelen bugünkü günde Rəfiqə ananın görüşüne geldi ve özellikle biz ile beraber gelen soydaşlarımız vardır. Özellikle araştırmacı, hukukşünas ve yazar Faik Bey. Faik Bey'in de özellikle kitapları vardır, yapıtları vardır. O üzere de anlatacak ve özellikle de Şehit Şahin'in yakınlarındandır. Rəfiqə ana ilə dayıoğlu ve bibi kızıdır ve onlarla qohumdur. Çok sağ olsunlar, var olsun. Rauf Bey Həkəri gazetesinin baş yazarı. Çok sağ olsun. Bizim şehitlerimize Asmana Ucalan kitabı vardı. O üzere de Sayın Faik Bey'in de bir büyük emeği vardır. O üzere danışacağız ve özellikle bir değerli konağımız da vardır. Ahıska Türklerinden olan Bəxtiyar Yusuf. Özellikle bugün ne için buraya geldik? Buna göre ki değerli bir şehidimiz. Gerçekten 1. Qarabağ Savaşı'nda. Çünkü şehitlerimiz kölgede kalmasın diye bu bizim milli borcumuzdur. Buna göre şehitlerimizin anım gününde ve doğum gününde bu bizim milli borcumuzda her zaman şehitlerin yanında olmak, analarının. Ve buna göre ki onların gözleri yoldadır. Buna göre her zaman değerli milletimizden beklentileri vardı. Onlar buna göre ki oğullarını, kanlarını, canlarını bu toprak için vermişler. Bize de düşen nedir? Yani bir gazeteci, bir yazar olmak. Gerçekten onlara bir gidip bu doğum günlerde biz sizin yanınızdayız. Sizin sevinciniz bizim sevincimizdir. Biz sizin yasız bizim yasımızda. Gerçekten belli oldu. Biz 2. Qarabağ Savaşı'nda da değerli milletimizi gördük ki ne türlü şehitlerimize değer verirler. O değerlerden de birisi 1. Qarabağ şehitlerini hiçbir zaman ve gazilerini unutmayacağız. Onlara üzerinde gerçekten saygınlıklarını ve onların hürmetini tutacağız ve yaşatacağız. Bugün değerli soydaşlarımızla birlikte beraber Rəfiqə ananın evine geldi. Rəfiqə ana bilirəm ki 1992'den beri gerçekten gözler yolundadır. Bugün oğlunun adını torununa da koysa, geçenlerde de bir raportajımız, söyleşimiz oldu. Anlatırdı ki Şahin şehit olandan sonra Şahin'in adını neveme koydum. Ancak bu da benim için bir toxtaqlıqdır, bir avuntudur, bir təsəllidir. Ancak onunla özüne bir təsəlli verir. Ama bize düşen nedir? Bize düşen bugün Şehit Şahin'in doğum gününde Rəfiqə ananın ellerinden öpmeye geldi. Buyuruz ana, başınız sağ olsun. Bunu diyebilirim ki her zaman başınız ucu olsun. Bugün Şehit Şahin'in doğum günüdür. Ne demek istersiniz? Çok sağ olun. Hoş gelmişsiniz. Demeyim odur ki Şahin 1971. il dekabrın 15'i yazılıb, ancak Şahin 70'in dekabrın 15'inde anadan olub. Doğru. Bugünkü gün olub. Şahin ailenin ilk evladıydı. Şahin biz Qurtqalaq kəndində yaşayırdıq, Görüs rayonunun Zəngəzur mahalının. Doğru. Oradan biz 88-ci ildə qaçqın düşdük. O vaxtı Şahin 10-cu sınıfı qurtarmışdı. Biz Füzuli rayonuna gəlmişdik qaçqın. Orada biz 98-99-cu ildə... Yani 88'de Şahin'in o dönemde 17 yaşı var idi, doğru mu? 88-ci ildə gəldik. 89-cu ildə Şahin'i Sovet ordusuna yola saldıq. 91-ci ildə Şahin əskərlikdən gəldi. Artıq qara bulut
Füzulini almışdı. Menfur ermənilər hücuma keçmişdilər. Şahin də dözə bilmədi, könüllü getdi cəbhəyə. Getdi cəbhəyə, Şahinə mən artıq nişan da qoymuşdum. 8 aydır nişanlıydı Şahin. Oradan 5 ay vuruşdu, vзвод komandiri oldu. Özü susmayan bir grantamyot ne vururlar. Ondan bütün askerleri korudu da gitti arkadan onu vurdu ve onu bütün askerleri korudu. Sonra Emircan'la bir tane yaşlı kişi Şahin susuzdan uşaklar ağacın dibinde ölürmüşler susuzdan. Onların su qablarını götürüb erməninin nəzarət elədiyi bulaqdan su gətirir. Gətirir və 2 dəfə gətirir, verir əskərlərinə. Orada o Emircanlı kişinin ayağından 40 yaşında kişiymiş. Onun ayağından vururlar, deyir Şahin, sən qranatı aç, mən özümü öldürüm. Şahin deyir, yox, mən sənə aparacam. O köynəyini cırır, onun ayağını sarıyır. Və düşürlər mühasirəyə. Bu vaxtı qaranlıq düşürlər mühasirəyə. Elə bilirlər ki, bu tərəfə geçsinlər, azad elədikləri postları ermənilər almışdı. Bu tərəfdə də onların öz dəstələri var idi. Ancaq ikisinin arasında güllələrə məruz qalırlar və bunların bir parolları olur, Kakalin avtomatın qundağında çalmağa. Şahin başlayır çalır, Mobil adında bir dəstə başçısıymış. Tez bunları qəbul edirlər, sabaha qalır. Sabah bu yaralını da götürür gəlir. Gəlir artıq Şahinin da orada çox böyük hörməti olur. O vaxtı heç bir medal, heç bir ağa təsis olunmamışdı. Çünki o vaxt hərci-mərcili idi. Nə bilim, yəni heç bir nizam, intizam yox idi ki Şahinə ad verilsin. Şahinə düz də ad verilmədi. Ancaq Şahin əsl bir Şahin yox, Şahin kimi nə qədər əskərlər o güllənin qabağına gedirlərsə hamısı qəhrəmandır. Deməli bu güllənin qabağına gedibsə bu uşaqlar əsl qəhrəmandırlar. Şərt o deyil ki, onlarda medal olsun, ad olsun, yox. Ancaq onların hamısı qəhrəmandır. Bugünkü gündə mən balamla fəxr eləyirəm. Belə fəxr eləyirəm ki... Özəlliklə bugün Şahinin doğum günüdür. Doğum günüdür. Ona görə fəxr eləyirəm ki, 44 günlük müharibədə bizim Şahin gilindən döyüşən 92-də uşaqların, şəhid olanların övladları şəhid oldular. Bizim o şəhidlərin ruhu onlar şad elədilər. Torpağımız azad oldu. Ona görə fəxr eləyirəm ki, torpaqlarımız alınıb. İndi Zəngəzurumuzun üstündədir. İnşallah Zəngəzurumuz alınar. Mən də bu bütün dostları, bu gələn qonaqları Zəngəzurda Qutqalaq kəndinə qonaq apararam və görərlər ki, mənim də Şahinimin ruhu orada gəzir. Şahinin kimi oğlanların, Şahin kimi oğlanların hesabına bu torpaqlar alındı. Onların qanı hesabına alındı. Ona görə mən fəxr edirəm ki, gözəl dövlətimiz var. Dövlət başçımız var. Mən minnətdaram dövlət başçımıza. Özü də ordu ilə bərabər o 44 gün gecə yatmadı. O televizorun qabağından əl çəkmədi. Çünki o bütün şad xəbərləri bizə ilə bizim dövlətimizin başçısı deyirdi. Mən də fəxr edirəm ki, belə dövlətimiz var, belə başçımız var. Sizi kimi dostlarım var. Mənim bir oğul itirmişəm, 1000 oğul qazanmışam. Ona görə fəxr edirəm. Çox sağ olun. Mən qəmlənmirəm, mən mərdanayam, həqiqətən mən ağlamıram, mən özüm gizlin ağlayıram, heç kimin qabağında ağlamıram. Heç kəsdən heç nə ummuram. Çünki gərək insanın kökündə mərdlik olsun. Mənim babam Zəngəzur qəzasının hərbi komissarı olub. Mənim babam çox qəhrəmanlı. Özəlliklə biraz bundan öncədəki vurguladım, böyük dedəniz Aslan bəy Sultanov olmuş. Siz Aslan bəy Sultanovun qız nəvəsisiniz, Sayın Faiq bəy də oğlan nəvəsidir. Çox sağ olsun bugün Şahinin doğum gününə biz ilə birlikdə bərabər buraya gəldik. Birazdan sonra ondan da söz alacağıq. Və özəlliklə Şahinin adını da nəvənizə qoymuşsunuz. Bəli. Şahinin 40 yaşı qəbirdə tamam olanda mənim kiçik oğlumun bir oğlu onun bugünə ad günü oldu. Onun ad günündə bu Şahin doğuldu. Şahin doğuldu, hamı yığıldı, məndən icazə aldılar, çox yalvardılar.
Ürəyim gəlmir də axı o adı çəkinmən. Sonra dedim, yaxşı. Ancaq indi rahatcasına adını çəkə bilirsən, doğru mu? Bəli, hər dəqiqə. Heç mən elə evdə ancaq Şahin çağırıram. Samiri də Şahin çağırıram, Şahini də Şahin çağırıram. Mənim o dilimdən heç vaxt düşmür. O mənim əziz Doğru. balamdır. Bugün Şahının Allah məkan cənnət eləsin. Yeri versin. adaşının, əmisinin adını daşıyır. Keçənlərdə də ana ilə bir söyləşimimiz oldu. Şahin, əmin adını daşıyırsan. Bilirəm ki, sən bir şeir oxuyacaqsan. Nə demək istərsin? Buyur. Bu gün mənim şəhid əmmimin ad gündür. O çox mərd adam idi. O qəhrəmancasına döyüşə getdi və onun üçün bir hazırlanmış şeir var. Onu mən təqdim etmək istəyirəm və danışmaq istəyirəm. Aha, buyur. Bilməz idi saralmağı, solmağı, çox sevirdi kişi kimi qalmağı. Vətən torpağında şəhid olmağı, yazılmışdı qismətinə Şahinin. Neçə arzuları var idi. Özüdəki bir ləkəsiz qar idi. Hər yönü Zəngəzura sar idi. El gəldi şəhadətinə Şahinin. Nə saralır, nə də solmur şəhidlik. Heç bir yaşa vallah dolmur şəhidlik. Hər adama qismət olmur şəhidlik. Getmək olmur cənnətinə Şahinin. Getmək olmur cənnətinə Şahinin. Çox sağ ol, var ol. Sağ ol, çox sağ ol. Gerçəkdən bugün şəhid Şahinin bugün doğum günüdür və özəlliklə hər zaman şəhidlərimizin anıları bol olsun, onların adları yerdə qalmasın. Bugün şəhidimizin adını daşıyan balaca Şahin gerçəkdən bizi o əmisi üzərə, gerçəkdən onun elə onun ruhunu və onun qorxmazlığını, onun yılmazlığını da daşıyır. Buna görə ki, hər bir şəhidin ruhu çox güclüdür. Yəni, məncə, mən çoxlu insanları görmüşəm ki, insanlar, məsələn, o keçmişdəki ya ulu babasının, ya əmisinin adını daşıyanda biraz belə ona yaxın deyə bilərəm ki, bənzərliklər vardır. Yəni, o ruhu baxımından sağ olsun, Şahin də bu qədər bir cəsarət toplayır. O gücü də bilirəm ki, nənəsindən də alır ki, buna görə ki, keçənlərdə də söyləşimizdə anlattı ki, nənə hər şeyi ona anlatmış, ona hər zaman da onun yanında olur. Faiq bəy, sizi də xoş gördü, söz sizdədir. Yəni, bugün bilirəm, siz də Aslan bəy Sultanovun nəvəsisiniz və özəlliklə də ki, Rəfiqə ana ilə dayıoğlu və bibi qızısınız. Buyurun, söz sizdədir, buyurun. Çox sağ olun. Doğru da bugün biraz həm qəmli, həm də şərəfli gündür. Qəmli gün ona görə ki, bu Şahin, bizim qəhrəman şəhidimiz çox nakam bu dünyadan getdi. Heç özünə nişanlı ola da, yəni bir həyat qurmamış, bu vətəni, milləti uğrunda öz sanından keçdi və şəhadətə yüksəldi. Yəni, bu cür şərəfli ölümü Allah ancaq seçilmiş bəndələrinə qismət eləyir. Quran-ı Kərimin o surəsi də bunu təsdiq edir, Şəhidlər surəsi ki, şəhidlər ölmürlər, sizə elə gəlir onlar öldü, onlar diridirlər. Yəni Allahın dərgahında ən yüksək məqam sahibi oldular da, bunu Allah ancaq seçdiyi bəndələrin o şəhidlik zirvəsinə qaldırır. Yəni bu Şahinin belə şəhid olmağı bu təsadüf deyil. İndi bunun dərinliyinə bəzi adamlar getmir, onun ulu babası Aslan bəy Sultanov həmən 18-20-ci illər, 20-22 il Daşnaq müharibəsi dövrü Zəngəzur silahlı qüvvələrinin komandanı olub. Daşnaqların neçə generalların şəxsən öldürüb. Onun başına ermənilər küllü miqdarda pul vururlar. General Manukyanı öldürəndə, Sumbatı öldürəndə. İndi bunun sayın burada biraz verilişin həcmi imkan vermir əhatəli danışmağa. Yox, çox da gözəldir. İstərseniz verin, mən də soru sorum. Baxın, Aslan bəy Sultanov, gerçəkdən bu sorunu da verəcəyəm. Buna görə ki, Qarabağda o dönəmdə belə qoçaqlar olubdur. Qaçaqlar, öz dilimizdə dediyimizdə. O qoçaqlardan da birisinin torunu sizlərsiniz. Siz gerçəkdən nə qədər də böyük dedənizdən anlatsanız, buna görə ki, çox qürur duyarız. Buna görə tarix bizim üçün önəmlidir. Yəni, bizim millətimiz o qoçaqlarını tanımalıdır. O yılmazları tanımalıdır ki, buna görə ki, özəlliklə keçmişdə də və bugünə dək də
insanlarımız o qəhrəmanların gücü ilə ayaqdadır. Buna görə o qəhrəmanlar hər zaman toprağın ehtiyacı olduğunda qanlarını da vermişlər, canlarını da vermişlər. Söz sizdədir, mikrofon da yaxındadır, danışa bilərsiniz. Buyuruz. Buyuruz. Çox sağ olun. Yenə təkrar edirəm ki, burada elə bir mistika var. Yəni o ulu babasının canını, qanını qoyduğu bu daşnaqlara qarşı, xalqının düşmənlərinə qarşı necə vuruşduğu, bir tərəfdən İran xanlarına qarşı, o Zəngəzura basqını ilə, bilirsiniz ki, Zəngilan tərəfdən Zəngəzur qəzası 35 kilometr İranla sərhəddir. Bir tərəfin Ruslar erməniləri alıb verən dövrdə də, o biri tərəfinə də İran təmas salmışdı, özü ilə sərhəd olur. Yəni bu iki cəhbiyə mərkəzdən heç bir kömək olmadan bu insan vuruşub. Böyük nailiyyətlər əldə edib, neçə generalları şəxsən öldürüb, İran xanlarında, arxiv sənədində tam əksini tapıb. Tam olaraq hangi illərdən gəlir? Deməli, bu gedir 1918-20, 17 də var burada. Bir də ki, Sovet hökumətinin ilk dönəmindəki Daşnak hökumətinə qarşı, General Nicliyə qarşı, o General Duroya qarşı, Daşnak hökumətinin müdafiə nazirine qarşı bu amansız mübarizə var. Yəni, o tərəfdə, Zəngəzur tərəfdə komandan olub Aslan və Sultanov, o bir tərəfdə də Nicliyə komand düşdü. Yəni, arxiv sənədləri təsdiq edir, hamısı kitabda qoyulub nömrələrlə. Yəni, Şahinin də ulu babasından aldığı o bir şeydir də, gücdür, qandır, gəlib o körüllü gedib müharibəyə. Bu adam heç kim çağırmır müharibəyə. Hətta o müharibədə erməni maşının partladıb, qranatama götürən, nə qədər erməni öldürüb, sonra da nə qədər bunların o sursatını məhv eləyib, neçə insanlar xilas eləyib. Yəni, birbaşa bu adam gözü yumulu vətəni, milləti uğrunda ölümə gedib. Fakt da budur ki, bugün hamımızın fəxr elədiyimiz bir məqama yüksəlib, qəhrəman şəhidimiz. Bunu ona görə gətirirəm ki, burada bir mistika var, koordinasiya var, qanuna uyğunluq var ki, ulu babasının vuruşduğu Zəngəzur, Qarabağ uğrunda, bilirsiniz ki, Aslan və Sultanov həmən o 1920-21-ci o illərdə Qarabağın və Zəngəzurun fövqəladə komissar olub, oranın bütün hamısının komandanı olub, komandanı. Yəni, bu arxiv sənədləri ki, o Sovet hökuməti dağılandan sonra ki, icazə verdilər, o məxfi fondlar açıldı. Mən də getdim orada, o sənədləri əldə edildik. Bunu bilirdilər, yaxın bir tarixdir, 100 il keçməmişdi o vaxtı. İndi keçib o, biz arxivə gedən vaxtları. Burada doğrudan da elə qəribə sənədləri əlimizə düşdü ki, bunu gizlədiblər xalqdan. O dövr Sovet ideologiyası əsl qəhrəmanların, əsl milli ruhun daşıyıcıların xalqından gizlətməyə çalışırdı. Onun üzərinə kölgə salmaq istəyirdi fəaliyyətini. Ancaq özlərinin agenturasına işləyən, özlərinə sərfəli adamları qəhrəman rolunda cəmaatı belə beyninə yeritmək istəyir. Məsələn, indi adı götürülən Əzizbəyov, Mürəmsad Cəmi olar. Hara baxırdın, Bakının yaxşı yerlərində Məşədə Əzizbəyovun heykəli, adına metro, Ələkdər Qarayev, onun adına nələr, indi yollar götürülür. Allaha şükür ki, haqq ədalət öz yerini tapıb. Yəni, müstəqil dövlətimizin bərpa olması ilə, tarixin təkrar olunması ilə artıq münbit şərait yarandı ki, köhnə tarixdə baş verən xəyanətləri açmağa, o qaranlıqların üstünə işıq düşdü. Yəni, arxivlər açıldı, arxivdə də bu həmin dövrün gerçək mənzərəsini təsdiq edən sənədlər, arxiv sənədləri, tarixi faktlar ortalığa qoyuldu da hamı sakit durdu. Nəyə görə? Artıq bu Churchill'in dediyi kimi əlahəzrətin fakt idi, sənədlər ortalıqdaydı. Tarixi faktlar həmən dövrün gerçək mənzərəsi əks belə tam çılpaqlığı ilə görünürdü. Özəlliklə Faiq bəy, bugün Şəhid Şahının doğum gününə dən gəlmişik, buraya gəldi Rəfiqanan. İstərdim ki, Şahının üzərində, çünki bibin nəvəsi olur. Bəli. Şahının üzərində biraz da anlatarsınız, çox sevinəriz. Çünki 1-ci Qarabağ Savaşında bilirsiniz ki, misgillərimiz boldu, sursat azdı, pusat azdı. O dönəmdə siz o savaşda belə gənc yaşdasınız, ərgən yaşdasınız. Orada olub bitənlər nələr olur? Bugün əgər bu sorunu versəm sizə ki, 1-ci Qarabağ Savaşı ilə 2-ci Qarabağ Savaşının fərqi nədir, ayrımı nədir, nə türlü açıqlaya bilərsiniz? Mən öz düşüncələrimə görə bunu ver. 1-ci Qarabağ müharibəsində bizim elə, necə deyərlər, ora o vuruşa gedən, elə qəhrəmanlıq göstərən, şəhid olan balalarımız çox böyük cəsarət nümayiş elətdilər. Ona görə ki, o vaxtı bizim ordumuz bir
təşəkkül tapmışdı. Ordumuzun təchizatı çox zəif haldaydı. Hətta silahlar bəzən çatmırdı bəzi əskərlərə. Şahin də bunu görə bilə ki, bu real ölümə gedir, həyatına risk eləyir. Onun qanındakı o qeyrət hissi onun gözlərini bağladı. O yaşamaq etirazına qələbə çaldı onun qeyrəti. İndi bunun genində də var da, bunu indi açıq etiraf eləyək ki, o ot kök üstə bitər. Belə bir atalar məsələ var. Yəni babası Aslan bəy Sultanovdur. Siz təsəvvür edin ki, mərkəz, o vaxt mərkəzdə oturan böyük əhdəslər, bir o qədər orada məktublar var, sənədlər var. Nə qədər deyək ki, bizə silah göndərin də. Bir tərəfdən İrana, bir tərəfdən daşnaqlara qarşı vuruşuruq. Heç olmasa bu ölümə gedənlərə silah verin də. Heç bir Zəngəzura kömək olmur. Ona görə ki, mərkəzdən Zəngəzurun ermənilərə verilməsindən qol çəkilmişdi, qoyulub kitabda. Nəinki Zəngəzurun, Naxçıvanın, bir də Qarabağın. Siz təsəvvür edin, Zəngəzuru verirlər, bir dənə Meğridən yol qoymurlar bizim doğma Naxçıvana. Həmən dövrdə də məlumdur, dövlətin başında duranlar artıq bu sənədlər, faktlar göstərdi. İndi düzdür, Nərimanov deyirlər, qorxub, təzyiq ediblər. Amma sərkərdə qorxmamalıdır. Sərkərdə ağ xalat geyinir, ağ kəfən geyinir belinə. İndi bizim nə qədər onda qorxsaq, biz bu boyda şəhidlərimiz olmasaydı, qorxsaydıq biz 2-ci Qarabağ müharibəsində qələbə çala bilərdik. Qorxsaq olmazdı da. Yəni biz orada şəhid verdik ki, o qələbəni. İndi də sərkərdə müəllim deyil, həkim deyil, sərkərdə bilməlidir ki, bu əskərlərə komandanı da, ali komanda, o gərək kəfən geyinir. Yeri gələndə canından da qorxmuyor. Təəssüflər olsun ki, o dövrləri indi seçilib qoyulmuş adamlar əvvəlcədən üzərlərinə cinayətkar öhdəlik götürmüşlər ki, Zəngəzura da qol çəkirəm, Qarabağa da hamısı sənədlər var. Artıq arxiv sənədlərdə ona görə bir ürəkli danışıram. Doğrudur. O keçmişdə qalmış, tamam. Amma bugün birinci Qarabağ savaşında və ikinci Qarabağ savaşında. Birinci, indi bir dənə də sözüm, bizim bu güya ki, indi bu hörmətli yazıçılarımız sayılanlardan bəziləri deyir ki, birinci Qarabağ savaşı olmuyor. Oradakı şəhidlər belə, güya ki, belə də, yəni fərq qoyur, müharibə olmuyor. Birinci Qarabağ savaşında da çox böyük belə cəsarətlər göstərilib, ermənilərə qarşı qəhrəmanlıqlar göstərib, nə qədər bizim qəhrəmanlarımız, şəhidlərimiz var, biri də bizim Şahin qardaşımız. Doğru. Amma ikinci Qarabağ müharibəsinin bir fərqi o idi ki, artıq mütəşəkkil ordumuz var idi, hər cür müasir texnika ilə təchiz olunmuş, yəni planlı şəkildə Türkiyənin də müttəfiqliyi bizə çox böyük artmışdı. Yəni artıq bizim dövlətimiz də güclənmişdi, ordumuz da, həm də vahid bir birlik var idi. Həm ordu, həm xalq, həm bütün partiyalar milli ideologiya ətrafında birləşmişlər. Yəni bir-birinə düşmən olan adamlar da vətən məsələsində, torpaq məsələsində, düşmənə qarşı mübarizədə birmənalı bir idilər. Çox təəssüflər olsun ki, o dövrdə mərkəzdən idarə çox zəif idi, koordinasiyalar çox zəif idi, ordu, xalq, başqa partiyalar arasında çəkişmələr vardı. Bu da gətirirdi uğursuzluqlarla nəticələrini. Buna baxmayaraq bizim qəhrəman balalarımız ruhdan düşmürdü. Biri də bugün Şahin kimi qəhrəman balalarımız getdi düşmənin partlatdı o mexanizmlərin, nə bilim, maşınların, bir qədər hərbi surat məhv elədi. Axırda da 92-ci ildə qəhrəmancasına şəhid oldu. Bugün bizim Azərbaycanımızın qəhrəmanlıq tarixinə daxil oldu. Yəni Allah Taala'nın dərgahında böyük məqam sahibi. Düzdür, indi anası üçün, qohumları üçün bu biraz ağır məsələdir. Çətindir belə həzm eləmək. Amma indi belə bir şərəfli ölümü də Allah hər adama qismət eləmir axı. O seçdiklərinə və bu günləri bax sizin də burada iştirak eləməyiniz, başqa yoldaşların da, hələ çoxlu adamlar da gəlin. Bu nə deməkdir? Onu anırlar o qəhrəmanları kimi. İndi hər adamı belə anılmır axı. Hər adam belə tarixə düşmür axı. Yəni bu dünya onsuz da hamımız bilir ki, müvəqqətidir, əsas haqq dünyasıdır. Bu Quran-ı Kərimin məntiqidir, mən özümdən deyirəm. Yəni əsas bu dünyada insan o dünyasını qazanmaq üçün yaşayır. Bu kişi də həmən o cəsarəti ilə, mənəviyyatı ilə, qorxmazlığı ilə, qəhrəmanlığı ilə öz canından keçdi bu vətənin, millətin yolunda, şəhid oldu və axirətin qazandı. Yəni şəhid oldu, cənnətin qazandı, Allah Taala'nın dərgahında böyük məqam sahibi oldu. Yəni mən bir qısa deyirəm, birinci Qarabağ müharibəsi... Özəlliklə də ki, bugün Şahinin doğum günüdür. Bu sorunu da verəcəyəm ki, özəlliklə ya birinci Qarabağ savaşı olsun, ya ikinci Qarabağ savaşı olsun. Ya buradan nə türlü səslənmək istərsən ki, millətimiz hər zaman
şehitlerimizin anım günündə bilirəm onların yanındadır. Onların doğum günündə də bilsinlər, onların yanında olsunlar, gitsinlər. O bir şəhid analarını, o evladlarını və uşaqlarını onların gözünün yoldadır. O bir mənəvi bir yəni onlara bir moral verməkdir. Yəni doğrudur. Birisi getdiyində hər nə qədər də biz gedib anaya desə ki, başın sağ olsun, başın ucu olsun, o balanın yerini vermirik. Amma onlara bir təsəlli olur, onlara bir avıntı olur. Nə demək istərsiniz? Çox doğru. Bu günlərim bizim bu şəhid qardaşımızın, qəhrəman qardaşımızın doğum günüdür, anım günüdür, dünya gəldiyi gündür. Burada belə bir məsələni mən qeyd eləmək istəyirəm ki, bizdə belə bir dini söhbət var ki, indi onun ruhu buradadır da, o anılır. No. Ruhu şaddır ki, mənim bu günlərim mənə qiymət verirlər, mənim keçdiyim həyat yoluna, bu millətə elədiyim vətənə xidmətim anılır, dəyər verirlər. Onların ruhu onda şad olur. İkincinə də burada onun ruhu bir də ona görə şad olur ki, o yolunda canından keçdiyi Zəngəzur, Qarabağ artıq azad olub. İki qat şad olur onun ruhu ki, bugünkü doğum günündə artıq o Qarabağda azad olub. Zəngəzurun da xeyli çox hissəsi azad olub, demək olar azad olub. İndi qalıb o Şahinin yaşadığı tərəf, o Kafan görürüz o tərəf, inşallah onlar da azad olacaq Allahın izni ilə. İnşallah. İnşallah, yəni bu ən azı biz bunu inanırıq. Çünki heç vaxtı ədalətsizlik bu Allah tərəfindən cavabsız qalmır. Geçdi tarixi ədalət bərpa olunacaq. Mən buna adım qədər əminəm. O torpaqlar bizim ata-baba torpaqlarımızdır. Şahin tərəfi Yaşkən, Korus, Zəngəzurun o biri tərəfinə çıxır da, Kafan görürüz, Sisyan, Meyri. İnşallah onun o torpağı da alınacaq, o ruhu daha da şad olacaq. İndi mən tam əminəm ki, bu günlərim o Qarabağda ki, artıq ermənilər yoxdular, oralar azad olunub, Şuşamız azad olunub, Qubadlı azad olunub, hansı ki, onlar o yolda canlarından keçdilər, amma onda tam azad olunmamışdı da, indi tam azad olub. Ona görə də bu günlərim o qardaşın ruhu daha da şaddır ki, yolunda canımızdan keçdiyimiz Zəngəzur, Qarabağ artıq azaddır. Artıq indi millətimizin də belə gözlə aydın ki, tam azadıq, amma bir neçə indi azad olmayan məsələlər də var, çox bir kiçik faiz. İnşallah Allahın izni ilə, bizim qəhrəman əskərlərimizin gücü ilə, millətimizin əzmi ilə, İnşallah onlar da azad olunacaq. Azərbaycan tam vahid, bütün hər bir yerdə Azərbaycanın suverenliyi tam təmin olunacaq. Hər bir nöqtəsində, hər bir güşəsində Azərbaycanın bu üç rəngli müqəddəs bayrağı dalğalanacaq. İnşallah. Bir də mən Allahdan ona rəhmət diləyirəm, məkanı cənnət olsun. Mən arzu eləyirəm ki, indiki gənclərimiz də Şahinin yolu ilə geçsinlər. Yəni, ən belə o mənəviyyət, ləyaqət, qəhrəmanlıq, cəsarət yolu ilə geçsinlər. Bax, bu günlərim o deyir, igid ölər, adı qalar. Müxənnətin nəyə qalar? Bax, bir tacirin milyonu olur, ölür, gör deyirlər, bunun pulu qaldı. Amma ad qalır, tarixdə adı qazanmalısan. Bu da o adı qazandı. Yəni, igid ölər, adı qalar. Bu elə-belə atalar məsələ deyil, bunun içində böyük məntiq yatır. Ona görə də mən də arzu eləyərəm ki, müasir gəncliyimizə ki, o qəhrəmanlıq, o mənəviyyət yolunu tutalar. Çünki o yol ən şərəfli yoldur. Ən çətin yoldur, amma ən şərəfli yoldur. Yəni, tarixdə bu cür oğullar yaşayır, qəhrəman oğullar. Yəni ki, həm də ki, indi onun ruhu, ulu babası Aslan bəyin ruhuna qovuşur. Yəni ki, o belə də uzaq gedib o dünya. Yenə də bu gün onun anım günündə, doğum günündə bir daha onun ruhuna rəhmət diləyirəm. Allah yerin behişt eləsin, məkanı cənnət eləsin, anasına, yaxınlarına, hamısına Allahdan böyük səbir diləyirəm. Arzu eləyirəm ki, onun adını daşıyan qardaşının oğlu Şahində o əmisi kimi qəhrəman olsun, onun adına layiq oğul olsun, o məsuliyyəti daima hiss eləsin. İnşallah. Bir daha Allahdan rəhmət diləyirik, Allah Teala yerin behişt eləsin, ruhu şad olsun, qəbrin nurla dolsun. Çox sağ ol Günan, var ol Günan. Bugün dəyərli soydaşlarımızla, dəyərli yazarlarımızla, özəlliklə Faik bəy və özəlliklə Rauf bəy, Təkəri qəzetəsinin birazdan, birkaç saniyədən sonra Sayın Rauf bəy, çünki şəhidlərimizin üzərinə bir kitab yazmış, Asımana ucalan şəhidlər. Sayın Rauf bəy, bugün şəhid Şahinin
doğum gününə gəldi. Mən istərdim ki, bütün elimizdən, obamızdan, ulusumuzdan, millətimizdən, yəni belə bir gələnək, görənəyə çevrilənsin. Şəhid ailələrin doğum günündə qonşular, yəni soydaşlarımız, dildaşlarımız, yurttaşlarımız getsinlər onların görüşlərinə, onları ziyarət etsinlər. Bu gözəl bir duyğudur. Bunun üzərində, o yazdığınız kitabın da üzərində biraz danışacaqsınız. Və doğum günündə ki, bugün bir şəhidin anasının evinə gəlmişi, bilirəm anlatacaqlarınız vardır. Nə demək istərsiniz? Buyurun, söz sizdədir. Mikrofon yaxanınızda. Oradan da şəhidlər bizim qürur yerimizdir. Yəni şəhidin nə köhnəsi, nə təzəsi, istər 1-ci Vətən müharibəsində, istər aprel döyüşlərində, istərsə də son 44 günlük Vətən müharibəsində şəhid olan bizim igid oğullar haqqında mən də bacardığım qədər kitab yazmışam. Bu da mənim 17-ci kitabımdır. Asimana uzalan şəhidlər. Bu kitabın içərisində 300-dən çox şəhid haqqında məlumat vermişik. 300-dən çox şəhid. Yəni bu kitabın çap olunmasında indi bayaqdan Faiq müəllim də öz kitabı haqqında da danışdı. Aslan bəy Sultanovun nəvəsi, iş adamı Aslan bəy Sultanov nəvəsinə mən öz təşəkkürümü bildirirəm ki, bu kitabın çap olunmasında əmək olub. Eyni zamanda bu kitabın çap olunmasında elə rəislərdən biri də Faiq müəllimdir. O Faiq müəllim o müəyyən o adamların, o qəhrəman şəhidlərimizin tapılmasında yəni o mənə kömək edibdir. Və burada eyni zamanda biz Şahin Rəcəboğlu Əskərovun da döyüş yolu haqqında məlumat vermişik. Eləcə də Şahinin anası Rəfiqə ananın daha şəxsiyyət Heydər Əliyevlə görüşü də bax burada yəqin ki diqqətlə baxsanız görərsiniz. Yəni Rəfiqə ana o daha şəxsiyyətlə görüşərkən orada çıxış eləyib, baxmayaraq düzdür, onun həmən vaxtı evləri yox idi, amma o heç vaxt özünə sığışdırmayıb, ya qürurlu olduğuna görə, yəni o ulu öndərdən nə ev istəyib, nə mənzil istəyib, amma bilirəm ki, o əgər orada bir kəlmə desəydi, Heydər Əliyev onu hər şey verərdi. Yəni bu, gör, necə belə bir qürur hardan yaranır, ona görə ki, ot kökü üstə bitər. Bu, Aslan bəy Sultanov kimi bir sərkərdənin nəvəsi, daha bir, yəni ermənilərə qan utduran, tək ermənilərə yox, Azərbaycanda daxili düşmənlərimizə qarşı, eləcə də İran xanlarına qarşı vuruşan, nə qədər erməni generallarını məhv eləyən belə bir igid oğul. Zəngəzur mahalının Bəli, Zəngəzurun və Qarabağın hərbi komissarı olubdu. Yəni bu adamın xidmətləri yəni böyükdür. Mən Faiq müəllimə öz təşəkkürümü bildirirəm ki, uzun illər arxivdə babasının o arxiv sənədləri əsasında onun o bütün o fəaliyyətini, o bağlı o tariximiz var. Hansı ki 18, 21, 22-ci illər ərzində o tarixi açıb, o bağlı tarixi açıb, düzdür. Onunla bağlı da buna çox təzyiqlər olsa da, amma buna baxmayaraq bizim o tariximizi açıb görsədir ki, o vaxtı həm Müsavat hökuməti, eyni zamanda Aslan bəy Sultanovun rəhbərliyi ilə o Zəngəzuru ermənilərə vermək təhlükəsindən xilas edib. Yəni Aslan bəyin bu qədər böyük bir xidmətləri olub. Mən Rəfiqə anıya can sağlığı arzulayıram. Şahin həqiqətən də o da bir babası Aslan bəy Sultanov kimi gör necə ad çıxardıbsa, onun hətta o dostları, yoldaşları ona Zəngəzur Qartalı adı veriblər. Yəni Zəngəzur Qartalı, deməli Qartal həmişə uca dağlarda, o zirvələrdə yaşayır. O öz ölməzliyindən zirvəyə ucaldı və bugünkü gündə də biz belə oğullarla fəxr edirik. Allahdan Şahin balamıza rəhmət diləyirik. Yerdə qalan uşaqlara, qardaşlarına, eləcə də anasına can sağlığı arzulayıram. Fürüdün də həmən o vaxtı qardaşı döyüşdə olubdu, baxmayaraq yaralanıbdı. Və bundan əlavə mən onu da bildirim ki, atası da bir mərd kişi olub. Rəcəb kişi həmin dövrdə təsərrüfatçı olubdu, sonra kolxoz sədri işləyibdi. Hətta o müharibə dövründə öz avtomobili ilə, maşını ilə
o snaryadları daşıyıb o həmən vaxt o Əməyə silah keçib sursatın müharibə şeyləri. tapılmayan vaxtında hətta orada xəsarət alsa da onu biruzə verməyib. Yəni bunlar nəsillə belə döyüşən oğlanlar olublar. Çox sağ olun, var olun. Dəyərli soydaşımız Ahıska türklərindən. Gerçəkten Ahıska türkləri kimlərdir, aydındır, hər şey ortadadır. Sayın Bəxtiyar müəllim, sizi də xoş gördük. Bugün şəhidimizin anasının evinə gəldik. Bugün şəhid Şahinin doğum günüdür. Buyurun, söz sizdədir. Əvvəla mən burada oturan bütün yoldaşları salamlayıram. Başda anam Rəfiqə xanım olmaqla. Bir Ağsalı Türk kimi bu Azərbaycanda gedən istəyir 92-ci ildə, istəyirsə 2000-ci ildə. Bizim də bu Azərbaycan Ermənistan müharibəsində bir Ağsalı Türk olaraq bizim də əl qatqımız olmuşdur. 98 şəhidimiz birinci 92-ci il Qarabağ şəhidimiz var. İndikində də 38 dənə şəhidimiz var. 300-ə yaxın da Ağca türklərindən qazilərimiz var. Mən sizi kimi ana ilə mən fəxr edirəm. Mən şəhid anaların evlərində çox oluram. Sizin kimi mən ilk dəfə övladının öz içərisində sirdaş olaraq özünü idarə etmə bacarmağınızı mən sizə təşəkkür edirəm. Həqiqətən də gözəl bir şəraitdə, gözəl bir insanlarla bizi üzə gətirdiyinizə görə çox sağ olun deyirəm. Müəllimin adını çox eşitmişdik, görməmişdik. Öncə bu yoldaşla biz dəfələrlə bir yerdə olmuşuq. Qardaş da müharibə dövrünü yaşayan insanlardan. Döyüşçü olub. Döyüşçü olub. Bizim də şəhidimizin qardaşıdır. Allah şəhidimizə qəni-qəni rəhmət eləsin. Bütün qalanlara can sağlığı versin. Başda da bizim o şəhidimizin adını daşıyan Şahin qardaşımıza. Nə deyə bilərəm, bizim heç bir sözümüz ola bilməz şəhidin anasının qarşısında, şəhid valideynin qarşısında. Ancaq biz sizin əlinizdən öpərik. Qulluq, nə qulluq desək, biz sadəcə bir insanlıq borcumuzu yerinə yetirə bilərik. Sizin evə bundan sonra Allah Teala hər vaxt şadlıq qismət eləsin. Gözəl günlər görəsiz anam. Şəhidimizə Allahdan rəhmət edirik. Biz də o şəhidlikdən dadmışıq. Yəni bizlərdə də var. Allah rəhmət eləsin. Əmim nəvəsidir, əmim oğludur. O nə deməkdir, şəhidlik nə deməkdir biz yaxşı bilirik. Rauf müəllim də yaxşı vurğuladı ki, şəhidlik zirvəsi. Müəllim də yaxşı vurğuladı ki, bu Quran-ı Kərimdə var. Bu şəhidlikə hər adamı seçmiş. Qismət olmur. Bu hər adam şəhidlik ola bilmir. Görürsən ki, vururlar böyründən, məsəl üçün, müəllim yaralandı, qardaşımız. Ancaq ki, sağdır. Deməli ki, o lazım deyirdi ora. Ona lazım idi Şahin, Şahini də apardı. Elə neçə şahinlərimiz. Allah hamısına rəhmət eləsin. Sizə də can sağlığı. İlyas bəy, sizə təşəkkür edirəm. İlyas bəy, bizim bugünkü gündə, bu neçə gündə siz bizim əziyyətlərimizi çəkirsiniz, Azərbaycanımızı digər bir dövlətlərdə, digər bir ölkələrdə işıqlandırırsınız. Sizə də təşəkkür edirik. Sizdən də Allah razı olsun ki, gəlib öz gözəl vaxtlarınızı, səmərəli vaxtlarınızı bizlə keçirdiniz. Çox sağ olun, var olun. O da bizim borcumuzdur. Yenə də buradan yenə də səslənmək istərəm ki, bu bir gələnək olsun, bir görənək olsun. Buna görə ki, keçmişdə böyle bir hər kəsin qonşusunda birisi dünyasını dəyişsəydi, o bir bayram olardı. Ondan öncə də bir qara bayram olardı. Bu bir gələnəkdir bizə gəlir. Amma indi biz Birinci Qarabağ Savaşında da və İkinci Qarabağ Savaşında gərsatan dəstan yazdıq. Buna görə ki, istərəm ki, elimizdən, ulusumuzdan, millətimizdən hər zaman şəhidlərin doğum gününü unutmasınlar. Şəhidlərin anasının və onların ailəsinin və onların uşaqlarının yanında olsun. Bu çox bir gözəl bir duyğudur. Bunu bilirəm ki, dəyərli soydaşlarımız da, dəyərli dildaşlarımız da çoxları gedirlər bu günlərdə şəhidlərin ailəsinin evində və biz də bir proqram yapdıq. Bu keçənlərdə də bir proqramımız olmuşdu. Yenə də səslənmişdik ki, şəhidlərimizi anım günündə doğrudur gəlirsiniz, amma onların doğum günündə də, öz doğum gününüzdə də gedin şəhidlərin evlərinə, orada bir neydi, oturun.
şəhidimizin üzərində onun qəhrəmanlığından danışın. Bu bir təsəllidir, bir avuntudur, bu bir başsağlığıdır. Onlara bir mənəvi bir dəstək olursunuz, onlara bir ürək verirsiniz. Sağ olsunlar, var olsunlar. Bilirəm ki, dəyərli millətimiz vardı hər zaman, çünki heç bir zaman Azərbaycan Türk milləti əmək itirməyibdir. Buna görə ki, hər zaman əməyi biləndir. Şəhidlərimiz də böyük bir əmək vermişlər. Buna hər zaman da bütün raportajlarımda, söyləşlərimdə demişəm. Ola bilsin ki, bizlər qazetəçilər, televizyoncular, yazarlar, yazmanlar, nə bilim araşdırmacılar sözdə şanlı Azərbaycan deyə bilərik. Amma gerçək şanlı Azərbaycanı o şəhidlərimizdir ki, onlar qızıl qanları ilə yazdılar. Onların qanları bol olsun. Gerçəkdən sayğılarımız, sevgilərimiz də sonsuzdur şəhid analarına. Və özəlliklə istərəm ki, şəhidimizin qardaşı Firidun bəy, siz ananın yanında otursanız, mən də sizin yanınıza gələcəyəm. Firidun bəy, bilirəm, Şahin şəhid olandan sonra siz savaşa getdiniz, doğru mu? O savaşda nələr oldu? Birinci Qarabağ savaşında anlatar mısınız? Ben bir daha yine her birinize salamlayıram. Sağ olun ki, bu günləri mənim şəhid qardaşımın doğum gününə görə gəlib yad edirsiniz. Siz hər bir şəhidləri, çünki şəhidlər hamısı bizim qardaşımızdır. Necə mən bir şəhid qardaşıyamsa. Bu günləri bəli, Şahinlə bizim gəncliyimiz demək olar ki, aramızda 3 yaş fərqi olur. Doğru. Amma biz bir böyümüşük. Biz kənd həyatında böyümüşük. Biz orta məktəbə gedəndə də bizim böyüdüyümüz ailədə bizim valideynlərimiz bizə vətəni bizə nətər insan doğulanda gərək onun içində olsun vətən sevgisi. Yəni ailəz o vətənin sevgisini sizə yaşatdı. Bəli, yaşatdı. Amma bizim özümüzün içində də o vətən sevgisi var idi. Çünki biz demək olar ki, biz bilmirdik, uşaqdıq. Biz o yağı düşmənlərin içində yaşayırıq, bəli. Amma biz bilmirdik ki, onlar bizim yanımızda bu hadisələri törədəcəklər, biz onlarla yəni bu müharibəni yaşayacağıq. Çünki onlarla biz o üzbəyiz yaşamışıq, yəni biz Azərbaycan kəndi olmuşuq. Həmən zonada 5 dənə Azərbaycan kəndi olub, 5 Azərbaycan kəndi olub. Biri bizim kəndi olub, Qurtqalaq, Şamsız, Ağbulaq, Şurnuxu, sonra o bir sansı idi, 4 kənd bir var idi. Şahin haqqında keçək. Şahinlə bizim yollarımız çox oldu, amma bizim ayrılmağımızın hərbi sahələr bizi ayırdı. Necə ayırdı? Şahin çünki bizim kənddə 8-ci sinifə qədər idi məktəb, orta məktəb. Şahin 8-ci sinifdən Füzuli rayonunun Əhmədalar kəndinə gəldi təhsilini almağa. Biz demək olar ki, 3 il Şahini elə yaydan yaya gördük də. Yəni 8-ci sinifə qədər nə qədər bizim həyat yolumuz keçdisə, biz o yolları keçdik. Amma sondan bizi həmən o təhsil də ayırdı bizi. Sonra Şahin Hüceyi hərbi xidmətə getdi Rusiyaya. 88-in 89-da Füzulidən biz Zəngəzur mahalından həmən kəndimizdən biz demək o ermənilərin o hadisələrinə görə, onların o necə deyim, belə üzr istəyirəm, iyrənc o belə vəhşicəsinə atdığı adımlara görə məlum məsələdir ki, onların gücü deyildi. Yəni o bizim ya Sovetlər Birliyi də yıxılandan sonra dönər dönməz birinci Qarabağ savaşına katıldı, doğru mu? Bəli. Yəni Şahin hərbi xidmətə gedəndə mənim dayım oğlu Məmmədov Müşfiq Yusifoğlu 1992-ci ildə yanvar ayının da Daşaltı əməliyyatında ən birinci Şıxov batalyonunda gedən qəhrəmanlardan, könüllü batalyonlardan biri, qəhrəmanlardan biri olan idi. O demək olar ki, orada şəhid olmuşdu. Şahin artıq gələndə 6 ay idi ki, Müşfiq şəhid olmuşdu, mənim dayım oğlu. Və o gələndən sonra demək olar ki, o daha da yanmadı. Onun çünki o vətən sevgisi, şəhidlər... Yəni birinci Qarabağ savaşında dayın oğlu Müşfiq şəhid olmuş. Keçənlərdə də Müşfiqin üzərində ki, danışdıq. İstərsiniz ki, buradan da Müşfiqin rəsimini də göstərdik. Bu dayım oğlu, bəli. Şahin Rusiyadan gələndən sonra görür ki, dayısı oğlu şəhid olur. Bəli, doğru mu? Amma
evdə otura bilmir, yerində Bəli. otura bilmir. Bəli, bəli. Birinci Qarabağ savaşına qatılır. Bəli, o təsəvvür eləyin ki, oradan hərbi formadan çıxıb gəldi, yenidən bir neçə müddətdən sonra o yenidən mülkdən çıxdı, hərbiyə getdi. Özü könüllü olaraq. Həmin o Füzuli rayonunun Əhmədallar kəndindən könüllü olaraq o döyüşlərə qatıldı və onun ancaq birinci var idi ki, mən Müşfiqin qisasını alacağam bütün döyüşlərdə. Və bunu da mən sizə deyim ki, mənim bir xalam oğlu Nəcəfov Yaşar, mayor, Qubadlı rayonunda artilleriyanı demək olar ki, qəhrəman, belə bir igid oğlan. Yəni bizim nəslimizin, Yəni deyə bilərik ki, belə götürsək, mən üzr keçmişdə istəyirəm, bəli, burada şəkildə var, mən göstərə bilərəm. doğrudur. Bax, bu şəkildə də göstərə bilərəm. Həmən bu Yaşar burada, yəqin ki, Faiq da tanıyır ki, Kəyli xalamın oğludur. Yəni bu oğlan da artilleriyada ən igid qəhrəmanlardan biri olan bu oğlan mayor Nəcəfov Yaşar. Bu igidlərdən, yəni bizim nəslimizdə olan. Yəni deyə bilərəm ki, ailəcəsinə, yəni Bəli. belə savaşdaydınız. Bəli, bəli. Doğrudur. Yəni on- Bir də ki, Qarabağlı olduğunuz üçün ki, Zəngəzurda o dövrdə də ki, orası bir savaş alanıdır. Yəni igidlərimiz o dövrdə ərgən igidlərimiz, ərənlərimiz heç bir zaman evdə otura bilmirlər. Onlardan da birisi siz də çox yəni gerçəkdən böyük bir əməyiniz vardı, böyük bir payınız vardı. Siz də 1-ci Qarabağ savaşında döyüşçü olursunuz və qardaşınız da və dayın oğlu da gerçəkdən onlar da qızıl qanları ilə Azərbaycan yazırlar. Bəli, bizdə yəni bizim onu demək istəyirəm ki, bizim kəndimiz balaca bir kənd idi. 29 ev vardı və biz o kənddən 4 şəhid vermişik. Doğru. 7-8 dənə qazimiz var. Biri mənim yenə də həmin o Məmmədov Müşfiqin qardaşı Məmmədov Etibar Yusufoğlu. O ikinci qrup Qarabağ qazisidir. Biri mənim əmim oğludur, Əskərov Baxır. O da yenə Qarabağ müharibəsində Qubadlıda döyüşən igidlərdən biridir. Əmim oğlu Əskərov Elnur, o da yenə mənlə bir yerdə hərbi xidməti keçib, döyüş yolları keçib. Yəni bizim ətrafımızda olan hər birimiz o vətən üçün biz bölmür deyə biz Zəngəzuruyuq. Biz gəldik Füzuli bölgəsinə düşdük, Qarabağ zonasına. Biz o zonadan döyüşlərə qatıldıq. Yəni biz istəsəydik gedib Qubadlıda vuruşardıq. Yəni bizim yaxın, yəni ən doğma elimiz idi də. Amma biz çünki o torpaqda yaşamışdıq deyənə. Zəngəzurdan çıxıb gəlmişdik Füzuliyə və bizi Füzulidə qarşılamışdılar. Bizi Füzulidə özlərinə qanad açmışdılar. 4 il biz orada yaşadıq. Yəni biz orada o torpağı bizə kimsə deyirdi ki, yəni siz burada məsəl üçün o tərəfləri daha çox tanıyırsınız da. Niyə gedib Qubadlıda vuruşmursunuz? Yəni Fəridim, siz nə zaman Zəngəzurdan sürgün oldunuz, nə zaman Füzuliyə gəldiniz? Hangi ildə də Füzulidə belə bilirəm ki, orada savaş var idi. Yəni savaşı belə götürürsə 1986-larda, 88-lərdədir. Vurğaçlar olur. Ancaq savaş o dövrdə 1992-də də pöhrələndi. 88-ci ildə noyabrın 25-i ya 26-sı idi. Biz 25-i biz öz doğma kəndimizdən çıxdıq. Yəni da ən axırıncı çıxan kənd bizim kəndimiz idi. Və biz gəldik 1-ci Qubadlıya. Qubadlıda gəldi 1-2 ay qalandan sonra mənim atamın ana tərəfi Qarabağ Füzuli zonasından, yəni onun dayıları, qohumları orada yaşayırdılar deyənə. Yəni onlar dedilər ki, daha da siz gəlin burada məskunlaşın. Nəysə biz də o 88-ci ildən biz Qubadlıda 1-2-3 ay qaldıq. Ondan sonra biz gəldik Füzuliyə. Və biz Füzuliyə gələndə mən təhsilimi orada davam eləməyə başladım. 7-ci sinifdə oxuyurdum. Mən təhsilimi başladım oradan getməyə və mənim hərbi xidmətim məktəbi qurtarmamış. Biz əmim oğlu ilə mənim bu biri şəhid olan qardaşım Füzulidə döyüşürdü. Döyüşlərə qatılmışdı. Döyüşlərə qatılmışdı. Mən hərbi xidmətə getməmiş, mən getdim Qubadlının 1-ci batalyonu var idi. Adil Həşimov batalyonunda. O batalyonda biz döyüşlərə qatıldıq. Yəni bizi orada yəni belə çox səhv eləmirəmsə dünyasını dəyişdi. Rəhmətə getdi. Dostum idi. Bəli, çox belə həqiqətən gözəl, belə komandir, gözəl hərbiçi, vətənpərvər. Mən buradan da yəni bütün o Qubadlı zonasında, Qarabağ zonasında bütün bizim bu 44 günlük müharibədə şəhid olan şəhidlərimizə rəhmət diləyirəm. Şəhid analarının qarşısında baş əyirəm. Mən yenə də deyirəm ki, bu döyüşlərdə həmin şəhidlərin, əgər mənim bugün qardaşımın 52 yaşı tamam olursa,
əgər o nişanlı idi, indi o sağ olsaydı, misal üçün, onun övladı indi bu 44 gün müharibədə döyüşərdi, bəlkə də onun da oğlu şəhid olardı. Amma şəhidlik mənim qardaşımın özünə qismət oldu. Bəli. Şəhidlik ona qismət oldu. Böyük məqam, böyük məqam. Bəli. Çünki biz Allah'ın dərəcəsi. hər bir yenə də deyirəm, yanımızda eyni vaxtda mina partlayıb, yanımıza eyni tankın mərmisi düşüb, o şəhid olub, mən qazi olmuşam, o birisi qazi olub. Yəni bu hər insan o şəhidlik, hər insan o şəhidlik zirvəsinə qatılır. Bu günləri biz bu qardaşımın doğum gününə yığışmamızın bir səbəbi odur ki, yəni o unudulmur. Çünki ona görə unudulmur ki, onlar zaten sağdılar. Bu gün şəhidimizin, şəhid qardaşınızın doğum günüdür. Yəni bu doğum günündə bir yerə yığışmamız da doğrudur. Bunda bir təsəlli vardı. Gerçəkdən belə ananın ürəyi açıldı. Buradan yenə də şəhidlərimizin çoxlarının doğum günləri olur. Buradan dəyərli millətimizə nə demək istərsiniz, nə səslənmək istər? Biraz bundan öncə də mən də deyindim ki, şəhid analarını, şəhid bacılarını, şəhid qardaşlarını, onları yalnız buraxmayın, onların yanında olun. Çünki bu gözəl bir duyğudur. Buna görə ki, bəlkə insan vardır ki, bir manatından keçmir. Bu şəhid ailələri o qədər bir şərəfli bir iş gördülər, o qədər bir şanlı bir işə qatıldılar ki, bunlar qanlarını, canlarını bunlar torpağa verdilər. Bu bir ərdəmdir, bunun gerçəkdən bir samballığı vardır. Bu nə pulla, nə parayla, heç bir şeylə ölçülə bilməz. Amma bu bir mənəvi bir dəyər ilə, bir gözəl bir, olumlu bir enerji bağışlayır. Buna görə ki, bugün çox mutluyuq, nə mutlu deyə bilərəm ki, Rauf bəyə çox sağ olsun, var olsun ki, bugün dedi ki, şəhidimizin bugün doğum günüdür. Biz də qalxdıq, gəldik, dedik ki, gedək bir çaylarını içək, ya bir oturaq, danışaq ana ilə. Sonra da bir çəkilişimiz olsun. Bəlkə də belə bir verilişlərimiz bir olumlu bir yön bağışlasın. Nə demək istərsiniz? Mən onu demək istəyirəm ki, bütün ümumiyyətcə gənclərdən, bu insanlardan bir xahişim odur ki, gəlin biz bir olaq və biz hər birimiz ən azından şəhidlərimizin məzarını ziyarət edək. Şəhidlərimizin valideynlərinin, şəhidlərimizin övladlarının, onları tək buraxmayaq. Mən şəxsən şəhid qardaşı olaraq, yəni tanıdığım ətrafımda olan hansısa bir şəhid ailəsini görəndə yerdən qalxıram və onun qarşısında gedib baş əyirəm. O bilmir, mən şəhid qardaşıyam. Mən çünki o acını yaşamışam. Bəli, acını yaşayıb gərək dərdi biləsən. Amma mən belə istəmirəm ki, kimsə o acını yaşasın. Heç kimə də arzulamıram. Şəhidlik zirvəsi hər adama bəli qismət olmur. Amma bizim ən azından hansısa bir şəhidin ailəsinin qapısını açanda, o ailədə, bugün siz bu qapını açmışsınız, biz fəxr edirik ki, bizim qardaşımızın canlı biz onun doğum gününü qeyd edirik. O şəhiddir. Doğrudur. Bizə də canlı çox biz qeyd edirik. Sizlər, çünki o bir sizlərin olumluluq, içində. bizə də bir olumluluq Bizə siz o yoxluğu hiss elətdirmədiniz. Niyə hiss elətdirmirsiniz? Çünki biz bilirik ki, bizi sevən insanlar var. Bizi o şəhidi xalq ziyarət edir. Bizim millətimiz ziyarət edir. Bizim Ali Başkomandanımız şəhidimizə əgər o dəyəri verirsə, Ali Başkomandanımız o şəhidin qarşısında baş əyərsə, biz kimik ki, biz həmən şəhidin qarşısında biz özümüzü necə deyim, belə dik tutaq deyək ki, yox, biz bunun yanından yan keçək. Bəli, elə insanlar var ki, şəhidlərimizə qarşı, mən o gün baxdım, gördüm televizordakı Sumqayıtda şəhidin plakatını yerdən qopardıb, aparıb çıxardıblar. Bu, bilirsən, insanları qürurdan sındırmaq istəyirlər. Bizim, necə deyim, dövlətimizə, xalqımıza, Ali Başkomandanımıza istəyirlər ki, zərər vursunlar, hərbimizi, nə bilim, istəyirlər ki, insanları biraz qürurdan sındırsınlar. Xeyr, yəni o pis əməllərdən o insanlar nə qədər çəkinməsələr, biz də o yaxşı əməllərimizdən çəkinməyəcək. Bəli, yəni biz bu günləri mən sizlərlə fəxr edirəm. Sizi kimi insanlarla, bu günləri bizim əziz dayımız oğlu burada iştirak edir. Onun yəni o tarixi keçdiyi babamızın haqqında, nəinki babamızın, bütün şəhidlərimizin haqqında onun əlində bütün araşdırmalar, hər bir şeylər. Çünki tarixi bilən insan, hüququ bilən insan, bilin ki, o insan qəhrəmandır. Canlı bir qəhrəmandır ki, o insan ki, onu yazır, Rauf müəllim yazır. Siz kimi insanlar gedirsiniz və bu addımları atırsınızsa, həqiqətən bizim üçün də qürurludur. Siz dünyanın hər yerində siz əziyyət çəkirsiniz ki, bu şəhidləri tanıtdırasınız. Yəni biz çalışmırıq, onları tanıtıraq. Onları xalq, millət,
bütün dünya tanıyır. Amma biz də ən azından kömək veririk ki, O onlar tanısın. işıqlandırmaqda da Hə. bir yarar vardı. Yəni mən Hə. hər zaman da səslənirəm ki, əlinizdən gələni edin. Buna görə gedin, çəkilişləriniz olsun. Çünki şəhid analarına, şəhid ailələrinə bir gözəl bir müsbət bir enerji bağışlayır. Buna görə ki, görürəm ki, onların ruhları açılır. Onların da bəkləntiləri var. Çünki niyə bəkləntiləri vardır? Buna görə ki, bu şəhidlər, bu qazilər, onlar ev oğlu deyirlər, onlar el oğludur. Ona görə ki, el də gərək buna dəyər verməlidir. Və özəlliklə də ki, mən bütün şarkı söyləyənlərimiz olsun, türkü yazarlarımız olsun, mahnı yazarlarımız olsun, özəlliklə ozanlarımız olsun, yazarlarımız olsun, hər kəsə, yəni getdiyimdə bu önəridə bulunuram. Görürəm ki, mən dediyimdə görürəm ozandı çıxardır, görürsən ki, bəlkə 10 dənə, 20 dənə məsəl şəhidlərin üzərində və qazilərin üzərində bəstələri var, yazıları var, şeirləri vardır. Yəni baxdığımda görürəm ki, yox, millətimiz susmamış, millətimiz bunları göz ardı etməmiş. Millətimiz gerçəkdən öz içərisində o şəhidlərə və qazilərə bir sonsuz və sevgi bəsləyir və bəsləməkdədir. Onları qələmlərinə tökürlər, onları dildən dillərə, sonra havalarında, nə deyə bilərəm, qopuzlarında, dillərində, şarkılarında, mahnılarında hər kəs. Və özəlliklə də ki, o günlərdə də hər gün gedirəm də, bu aylar məsələn şəhidlərin il dönümüdür. Görürəm ki, öyrətmənlər bütün uşaqların əllərindən yapışıblar, orada onları ordu geyimə kuşatıblar. Onları götürüblər, gətiriblər oraya, əllərində Azərbaycan və Türkiyə bayraqlarıdır. Şəhidlərin və məzarların üstlərində çiçək qoyurlar. Sonra yenə də bir öyrətmənlərlə danışdım ki, nə olur, burası 2-ci Qarabağ Savaşının şəhidləridir, orası da 1-ci Qarabağ Savaşı. Onları da yedin, silin, süpürün, oraya da çiçəklər qoyur. Bu çox gözəl bir duyğudur. Bunu gərək biz belə özən göstərməliyik. Çünki özən göstərməsə, danışmasaq, deməsə, bunları təbliğ etməsə, bunları tanıtdırmasaq, onda bu işləri kim görəcək? Görər, bəlkə barmaq sancaq. Amma istərəm ki, hər kəs bu işdə görəvli olsun. Ayda bir kərə getsin məzarlarının üzərində. Onları silsinlər, təmiz tutsunlar. Yalnız o şəhid ailələrinin görəvi deyil ki, gəlsin o məzarları silsinlər, təmizləsinlər, oraya çiçək qoysun. Onlar özləri üçün getməyiblər, evləri üçün getməyiblər, kəndi çıxarları, öz çıxarları üçün getməyiblər. Onlar milli çıxarlarımız üçün, buna görə də ki, dəyər vermək. Dəyərli soydaşlarımız, buna görə ki, biraz bundan öncə də ki, vurğuladım, şəhidlərimizə özən göstərmək, onlara diqqət göstərmək, bu bizim milli borcumuzdur. Özəlliklə anım günlərində də və şəhidlərimizin doğum günlərində də onların yanlarında olun. Mən bir şeydə vurğulamaq istəyirəm, unuttum. Dünənləri 14 dekabr 2022-ci il bizim milli qəhrəmanımız Qubadlının Qəzyan kəndindən olan Əliyar Əliyevin, onun da doğum günüdür. Mən də buradan onun ailəsinə baş sağlığı verirəm. 1-ci Qarabağ müharibəsində. 1-ci Qarabağ müharibəsində erməniləri bir həftə matəm içində yaşadan bir oğlan. Bəli, bizim qəhrəmanlarımız çoxdur, saymaqla qutarmır. Şükür Həmidov kimi, Əliyar Əliyev kimi, Həsən Qorxmaz kimi, Faiq Qasımov kimi. Həsən Qorxmaz, onlar iki qardaş idilər. İkisi də şəhid oldular. Biri 92-ci ildə, biri də bu 44 günü müharibədə. Faiq Qasımov, o da mayor. Belə bizim, yəni demək olar ki, o kökdən, nəsildən hamısını axtaranda bunlar hamısı bizlərlə biz qohumçuluq əlaməti var da. Yəni insanın qanında o irsilik gedir də. Mənim anamın deyir ki, öz doğma atası Sirəfil Məmmudov. O da Sovetlər dönəmində iki qardaşı komissar olublar onlarda. Həmin 41-45-ci illərdə gedib müharibədən qayıtmırlar. Babamın özü, o da müharibə veteranı kimi qayıdıb. Yəni, bilirsiniz nətərdir? Bu şəhidlər unutmamaq lazımdır. Həqiqətən unutmamaq lazımdır ki, fəxr eləmək lazımdır ki, bizim 44 günü müharibədə adi bizim xalqımız başkomandanın yanında oldu və ordunun yanında oldu. Bu bilirsiniz necədir? Bu bir qürurlu bir addım idi. Biz çünki illər boyu, əsrlər boyu bizim torpaqlarımız işğal altında olub. Amma biz 44 günü müharibədə, 44 gün bilirsiniz nə deməkdir? Bir addım, bir göz qırpımın içində bu torpaqları biz azad elədik. Çünki indi bizim qovuşduq o gözəl torpaqlarımıza
Bəli, indi bizim həsrətində yaşayan yaşlı insanlar var idi ki, onlar o 30 ildən sonra oranı görə bilmədi. Amma indi yeni gələn nəsil o torpaqları görəcək. Mən belə başa düşürəm ki, daha da ondan gözəl olacaq. Çünki indi çiçəklənir, düzəlir hər bir şey. Sadəcə bu bir ilin içində, 5 ilin içində alınan bir şey deyil. Amma getdikcə tədricən biz o torpaqlarımıza qayıdacağıq. Ən azından ömrümüzün nə qədər vaxtına nə qalıbsa, o günləri, gözəl günlərdə orada yaşayacağıq. Mən istəyirəm ki, sizlər o gözəl Qarabağda gələsiniz. Qubadlımızda, Zəngilanımızda, Füzulimizdə, Ağdamımızda, Şuşamızda, Zəngəzurda. Ən gözəl nöqtəmiz bizim Zəngəzurdur da. Azərbaycanın demək olar ki, özəyi sayılır da, bir torpağın bir ən başlanğıcının necə deyim? Azərbaycan panoraması. Hə, də gözəl bir Panoraması. Başlanğıcıdır da. Zəngəzur giriş bir yeridir. Giriş bölgəsinin başlanğıcı. Gözəl panoraması var. Və indi bizim o yağı düşmənlər ona görə də istəmirlər o gözəlliyi əllərindən versinlər. Azərbaycana açılış. Hə, istəmirlər o gözəlliyi əldən versinlər. Amma az qalıb. Çünki bizim dövlətimiz, ordumuz güclüdür və biz qalib gələcəyik. Yəni öz Qarabağımız azad eləmişdi, Zəngəzurumuz azad edildi. İnşallah. Doğrudur. Çox sağ olun, var olun. Firidun bəy. Değerli soydaşlarımız, bugün Şehit Şahin'in anasının evine geldi ve özellikle kardeşinin ve büyüdüğü, yani diyebilirim ki burası bir ocaktır. Yani diyebilmem ki şehitlerin anasının evine gittiğimizde burası kutsal bir yerdir. Buna göre ki şehitlerimiz onlar toprak için, onlar vatan için, onlar yurt için, onlar millet için, onlar diyebilirim, bu sözü diyebilirim, varlığımız için, onları ayak üstə tutmaq üçün onlar qanlarını, canlarını avuclarına koydular. Gözlərini qıpmadan, yılmadan o savaşa getdilər. Onlar Şanlı Azərbaycan yazdılar. O Şanlı Azərbaycan yazanlardan birisi bugün Şəhid Şahinin doğum günüdür. Və özəlliklə əgər bugün də başqa şəhidlərimizin yenə də doğum günləri olsa, onların da gerçəkdən doğum günləri kutlu olsun. Buna görə ki, onlar gerçəkdən belə bir ölkəyə bir kut verdilər. Ölkəyə bir gerçəkdən şərəf verdilər, bir şan verdilər. Hər zaman onlar mübarəkdilər, onlar bir kutsaldılar. Anıları bol olsun. Bugün şəhidimizin də gerçəkdən ruhu şad olsun. Anasının da gerçəkdən ürəyinə sağlıq var olsun. Allah ömür versin ki, gerçəkdən belə bir gözəl sözləriyle millətimizə bir ümid verirlər, bunlar bir can verirlər, bir ürək verirlər. Deyirlər ki, birazdan bundan öncə sözün başlanğıcında deyir ki, mən bir şahınımı əldən versəm, bəlkə milyonlarca məsələn mən şahın qazandım. Yəni buna görə onlar da el anasıdır. Saygılarımı, sevgilərimi sunarım. Antiv aparıcısı Elyaz Yekənli. Əsən qalın.